Mənim pulumu indi verdin. Vermədin səni vurduğunda kürküt eləyəcəm ha. Nə də 20 manatdan yana mənə belə eləyirsən, başımı nə xarab eləyirsən? Oya, bu nə nömrədir? Bir dənə 1. Tək bir rəqəmlə nömrə olur. Alo. İşim var, kimsən? Nə dayım, mənim dayım zadım yox, başımı xarab eləmə, vızqırt buradan. Qutar da lay. Nə danışırsan? Başa düşmürəm. Pula görə üstümə nəcət edirlər. 20 manatdan ötürü öldürürlər məni. Konum atıram, gəl sözünü buradadır. Bir dəqiqə deyən kişi, mənim verirsən 20 manatımı yoxsa yox? Siz oliqarxsız budur ancaq peşə, pul qazanmaq işimiz olub həmişə. Tanısınlar gərək mərd oğulları, sadədirlər lap olsa da pulları. Hər biri istinli qaqaşlardılar. Kimdə? Dayımdır, dayım. Dünyada ilk insan ətini qızartdırıb yeyən adamdır. Nə qədər borcu var bacım oğlunuza? 20 manat. Dayı, bunun içinə tərəvəz doldurtur, qızartdır bunu ye. Balaca, o kağız parçasını ver görüm. Buyur boz. Allah bir də bacım oğlunun həndəvərində görmüşsən. Aya, mənim dayım yegan insandır ki, meymun başını kəsdirib insan başına qoydurtur ki, görüm insan mırta meymun başı ilə nə qədər yaşayır. Dayı, gedək insanından real Squid Game oynayaq. Gedək bacım. Qırqıraq damatı. Ozdaçyada bunu döyək. Oldu boz. Ay dayı, sən qurban olum. Bu vaxta qədər hardaydın bə? Sən ola mən niyə pasyak kimi yaşamışam? Ay sən qurban olum, ay dayı. Daha narahat olma, dana burdu ya. Dayı. Bırak. De görüm bacı oğlu, gel. De görüm açsan mı? İt kimi dayı. Balıq ət xoşlayırsan. Xoşlayıram dayı. Hansın nə? Balinadan, bu yaxınlarda xəzərdə tutmayıblar mı onu? Onu sağa görsünlər dayı. Bənə. Dayı deyil, ata. Mənim pullu dayım var, Ulan ağzımdan ölürmüş. gözüm var, mənim bir dənə dayım var. Sağa qurban olum, ay dayı. Ay dayı, nə olubdu? Nə istər? Görmürsən, ata muğamla qulaq asıram ya, Allah. Dayı, bəs mən də onu deyirəm, atan mazən gələmişdi, babam. Deyir ki, oğluma denə mənə bir 20-30 manat pul göndərsin, evə produkt alaq, aboy yeriyir, daşından qırıldıq. Qoy cəhənnəm olsun, sən bilmirsən mənim o kişiyi görən gözüm yoxdur, gədə. Ay dayı, nətər bəs bəyəxtinin ata muğamına qulaq asmırsan burada? Qoy cəhənnəm olsun, mənim ata muğamına qulaq asmaqdan xoşum gəlir, o kişiyi görən gözüm yoxdur. Sən də görün, mən sana dediyim məsələni həll elədin. Dayı, UFO'larla danışdım. Sənə bir dənə 20 milyon dollara bir dənə tariyelka danışmışam. Da oturub sürəsən, probka zad görməyək, səni narahat olma. Aldı baş oğlu, o tariyelkadan birinin də özün al, narahat olma, daim ölmə. Ay Allah, bu yuxudur, sən məni bu komadan ayıtma. Ay müəllim, axır ki tapa bildin siz müəllim. Ay dayı, bu kimdir? Bunu tanımırsan, o kanallarda zadda xəbərçi verilişini aparandır da. Hər gün xəbərlər efirə getməmiş, gəlir bütün xəbərlərimi danışır, ondan sonra gedir efirə verir. Niyə geyikdin Müəllim üzürlü sayını, bax evi çox yekədi, bayaqdan azıb qalmışdım. Nömrənizi də bilmirəm ki, sizə yığım xəbər eləyim. Nətər bilmirsən mənim nömrəmi? Bir dənə 1. 1-ə basırsan, yesə basırsan. Düşəcəm ma, ot xəbərləridir. Bildiyiniz kimi oliqarx müəllim Lionel Andres Messi Azərbaycana gəlib. Nə Messi, Messinin heç mən zəngin aşmıram. Yəni ma Messi haqqında məlumat verirsə, gələn ildə baş oğlu, Ronaldonu özüm çağıracam, eşitdim, kanalı dəyişmə olacaq. Bugünkü hava proqnozumuz havanın dəyişkən buludu olacaq. Dur, qızqın, dərd ol buradan, hava, aşıq, kravatın qıllat. Şeir deyəcəm, davay. Qaranquş uça bilməz, dəryada qaça bilməz. Baş oğlu, bu aşığı elə qoyaram. Don, əlini çəkdən, başqa şey deyirəm. Don vurar, yata bilməz. Başımı xarab elədin. Başım ağrır. Dayı, başın ağrırsa YouTube'dan mənə qəşəng mahnı açım qulaq as. O YouTube'dan mahnıya sən qulaq asıb yatarsan. Mən bunun səsini eşitməsəm, yata bilmirəm. Balaca, xodda. Mənim pullu dayım var, mənim canım gözüm. Balaca, bu soyuqda niyə dilənir bu? Gəl görüm. Onlar kömək eləyir. Kömək eləyin. Qalx görüm əqa, sən niyə dilənirsən Köməyə ehtiyacım var. Nə istəyən kömək? Mən sana kömək eləyəcəm. Hava soyuqdur, qəşəng ev. Ev sonra. Bir dənə qəşəng maşın. Sonra problemdir. 100.000 dollar. 100.000 dollar da problemdir, 200.000 verərsən. Sonra. Bir də mənim xəyalım oldu, mən xaricə getmək. Xaricə getmək istəyirsən, o da problemdir. Balaca. Biz istiləri hansı travel şirkətindən yola salırıq? Eva Travel, boz. Eva Travel'larda yerləşirdi. 28-də metron yanında. Metron yanında, ailə yaxındır. Düş qavama getdi. Mən sənin xəyalını gerçəkləşdirirəm. Siz oliqarxsız budur
ancaq peşə pul qazanmaq işimiz olub həmişə. Dubaya biletim var ha. Mənim biletin qiyməti neçədir ki? Dubaya tur paketlərimiz 340 dollardan başlayır. Qiymətə bunlar daxildir. 1. Gediş-gəliş aviabilet. 2. 20 kiloqram bagaj və 10 kiloqram əl yükü. 3. Transfer xidməti. Sizi aeroportdan otelə, oteldən də aeroporta gətirəcək. 4. Otel və oteldə səhər yeməyi. Dilənçisən ki, dilənçi. Sənin nə işinə lazımdır neçəyədir bilet? Nə ucuzdur biletləriniz? Balaca, istilər səyahətə yoruluyum. Yaxşı olur bu. Aksiyonda bizim yarım minə yaxın istimiz var. Yarım min bilet ver, elə bununla yola salım getsinə. Ged aparatı gəlsin. Oldu boz. Başsa müəllim, bu dəqiqə hamısını əldə edirəm. Harda dayanmaq lazım olsa, de dayanacam, yaxşı. Müəllim, Allah sizdən razı olsun. Siz mənim nömrənizi verin, mən sizə vaxt gələndə yaxşılıq istəməm. Mənim nömrəmi bilmirsən sən, bir dənə bir. Birə basırsan, yesə basırsan, düşəcəm. Allah razı olsun. Balaca, bu uşaqlar niyə dalaşır, gəl görüm. Sən deyirəm ki, verməlidir. Mən də deyirəm ki, mənimdir. 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 Bir dayanın görüm uşaqlar, niyə dalaşırsınız, nə olub, nəyə bölənmirsiniz? Bu mən 20 qəpimi götürüb vermir. Verməlimdir. Qəpiyini olan şeydir balaca. Orada dəmir puldu boz. Qızıldandır. Yox. Nə sonda, sizin qəpi üstə dalaşan vaxtınızdır. Alın bu dollarları, gedin özünüzdən 07-dən zaten alın, başınızı qatın, gəl görüm. Ay Aliqaq daima da köməkli elə, nə olar? Gəl görüm bura. Gəldim. Köməkli istəyirsən? Yaxşı. Birlə sonsuzluq arasında mənə bir saydır. 100. 100? Hə. Elə nə 100 nə? Səndə 100. Prosta 100. Prosta 100. Yox, ala. Bax sənin özün kimi ruhun da kasıbsın. Sən mənə 100 milyard deyirdin, sana 100 miljardı verərdim. Amma bu dəfə sənin bəxtin gətirmə. Mən bəxtim gətirsəydi mən qız olardım. 100 mini ya. Hələ qəşəq qar yağır. Allah, bu nə bit fasonda? Allah, özgə vaxtı deyirsən ki, mənim dayım elə pulludur, belə pulludur. Bu nə bit fasonda? Allah, pasitek gündə gəzirsən, ha kişi. Lazım olsa mənim dayım səni pulla dalar. Nə danışırsan, Əlini pulla nə ki? Sənin dayın o pulu ilə bir dənə sənin geyim paltar alsın, sonra məni alar. Elə gözləsən. Nə qəşəng obyektdir, bu yalaq balaca. Nə olur, mən yağırsan? Bu nihat yoxdur, Sarıbaş mənim dostum, başına kraslar qoyar. Nə olur bana? Mənə deyir ki, bu dayın saniyə paltar alır, pasiyak günündə yaşayır. Qələt edir onu deyənə, sən mən paltarın kuranını alaram, Burada gedək qulliyə suyar var, nə istir oradan al, gəl, Başına kraslar qoyar. Dayı, bunlardan hansını alım, bunu alım, hansını götürün bunları. Baş oğlu, hansını alım nədir? Bütün adları alıram sana, keçin də qutqalara bax. Dayı, bəs bunlardan hansını alım, bunu alım, hansını götürüm. Hələ seçim elirsən, buradan nə qədər qutqa varsa hamısını alıram, götür. Dayı, hansını alım deməksə ayıb deyə bunun hamısını alıram. Baş oğlu, bu obyektdə nə var hamısı sana qurbandır. Get birəyən başını dəyişkə görüm nətər yaraşır. Ay dayı, bax gör nətərdir paltaram. Əla yaraşır baş oğlu. Hər ehtimala qarşı bu obyektdə aldım ki, nə vaxtsa yolun düşsə, get tez paltarını dəyək get. Bu levsiyar olan yerdə mənim bacım oğlun geyiminə heç kim eşlə deyənməz. Ay dayı, eşmağa gələndən demirsən, biz bu Dubaya nəyə gəlmişik? İndi də minmisən dəvənin belinə aşağı yuxarı, belim qırıldı axı mənim də bu ipi dartmaqda. Baş oğlu, istədim sağ sürpriz eləyəm. Televizorda gördüm ki, dünyanın ən böyük binası Burj Xəlifədir. Dedim, o bina mənim olmalı, deyim mənim. Gəldim Dubaya ki, Burj Xəlifəni alım. Nəsə gördüm, o qıraşdaram bəyan elədi. Mən də gəldim, bax bu səhri ya, buranı qəşəng düzəldəcəm, quraqlıqdan qurtaracam. Burada Burj Xəlifədən də böyük bina tikəcəm. Dünyanın ən böyük binası mənim olacaq, mənim. Dayı, bunlar ki, səndən prinsipə düşdülər, Burj Xəlifəni sağ satmadılar. Burada sən bir dənə Burj Xəlifədən iki bina tikməlisən. Dünyanın ən böyük binası mənim dayımın olmalıdır. Yaxşı, bu dəvi hesabıdan mən düşüm aşağı, dayan, aşağı elə. Dayı, buranın layihəsini vermişəm. Dünyanın ən böyük bahalı layihəsi. Orada olacaq Dubai Mall. Bax, bu tərəfdə də olacaq Burj Xəlifə. Allah sağ olasın. How are you? Nə danışsan bala, bizimlə danış görür. Siz Azərbaycanlısınız. Azərbaycanlıyam. Neçə vaxtdır sizin kimi birini axtardım, gəldim burada tapdım. Adınız nədir? Aliqar. Mənim dayım sağ qaz deyil ha, aralaş burada, yeri. Yeri, Dayı, dayı. bax burada Burj Xəlifəni tikəcəyik. Sağ ki Burj Xəlifəni satmadılar, eşidirsən? Bu tərəfə də piramidalara pulu ilə alsam nətərdir? Misirdəkilər gətirirlər bura. Allah sağ ol, sən son elədin bizi ölümü. Onun da için elə bir kafe eləyəcəyik qəşəng. Keyfin altıma qüstü. Bana qəşəng ya bura. Dayı, burada bir 28 mol tikəcək. Yox, on başım bura.